Gürcüstanın baş naziri İrakli Kobaxidze işgüzar səfərlə Sinqapura yola düşüb. Hökumət administrasiyasının məlumatına görə səfər çərçivəsində Gürcüstan hökumətinin rəhbəri, Sinqapur prezidenti, baş naziri və Sinqapur parlamentinin spikeri ilə görüşəcək. Maliyyə texnologiyaları şirkətləri ilə görüş nəzərdə tutulub ki, bunun da əsas mövzusu Gürcüstanın investisiya imkanları olacaq. Baş nazir Sinqapura heyətlə birlikdə yola düşüb. Heyətin tərkibinə baş nazirin müavini Xarici İşlər naziri Maka Boçorişvili, İqtisadiyyat və Davamlı İnkişaf naziri Maryam Kvrivişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolyani daxildir. Gürcüstanın Almaniyadakı səfiri Aleksandr Kartozya etimadnaməsini iyulun 23-də Almaniya prezidentinə təqdim edəcək. Müvafiq məlumat prezident administrasiyasının internet səhifəsində dərc olunub. Keçən il oktyabrın 1-də səfir təyin olunan Aleksandr Kartozya müvafiq prosedurların yekunlaşmasını 10 ay gözləməli olub. Almaniya prezidentinin administrasiyasının məlumatına görə etimadnamənin təqdim edilməsi mərasimi yerli vaxtla saat 10:30-da baş tutacaq. Qeyd edək ki, Almaniya hələlik Gürcüstanın diplomatik missiya rəhbəri təqdim etməyib. Gürcü arzusu hakimiyyətinin kəskin tənqid etməsi ilə seçilən Peter Fischerin Gürcüstandan getməsindən sonra bu vəzifə vakantdır. İki ölkə arasında münasibətlərin pisləşməsini məhz Fischerlə əlaqələndirən rəsmi Tbilisi vəziyyətinin normallaşmasını onun xələfinin təyin olunmasından sonra gözləyir. Həmçinin Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında indiyədək Salome Zurabishvilinin Gürcüstan prezidenti kimi qeyd edildiyi məlumatı silinib. Rustaveli prospektində bərpa işlərinə iyulun 23 saat 00-da başlanılacaq. Bu barədə Tbilisi meriyasında keçirilən bələdiyyə hökumətinin bugünkü iclasında Tbilisi meri Kaxı Kaladze bildirib. Onun sözlərinə görə şirkətlər tenderdə iştirak etməməsi səbəbindən indiyədək sözgedən bərpa işlərinə başlamaq mümkün olmurdu. Tbilisi merinin verdiyi məlumata görə Rustaveli prospektində və Merab Kostova küçəsinin bir hissəsində hər növ avtonəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Bərpa işləri isə noyabrın sonunadək davam edəcək. Bərpa sahəsi Tamar Ovelidze küçəsindən Azadlıq meydanınadək olan ərazini ümumilikdə 2 kilometrə yaxın yol hissəsini əhatə edir. Layihənin birinci mərhələsində yeraltı kommunikasiya şəbəkələrinin yenilənməsi həyata keçiriləcək. Kaxı Kaladzenin bildirdiyinə görə layihənin vacib hissəsi yaşıllaşdırma işlərinə ayrılacaq. Paytaxt meri hökumətin iclasında yağan güclü yağışlar və Tbilisi meriyasının müvafiq xidmətlərinin köməyi ilə bütün gecə ərzində həyata keçirdiyi işlər barədə danışıb. Onun sözlərinə görə şiddətli yağış səbəbindən Tbilisidə bir neçə küçəni su bassa da operativ reaksiya sayəsində prosesi idarə edə biliblər. Kaxı Kaladze bildirib ki, narahatçılığa heç bir əsas yoxdur və bütün problemlər mərhələli şəkildə həll olunacaq. Lentexi bələdiyyəsində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri səhər saatlarından aktiv şəkildə bərpa olunub. Ərazidə ağır texnika işləyir, mərkəzi avtomobil yolu və ətraf ərazi təmizlənir. Hazırda xarici aləmlə əlaqəsi kəsilən heç bir kənd yoxdur. Saydarı kəndinin yaxınlığında müvəqqəti dolama yol çəkilib ki, bu da əhalinin hərəkətinə imkan yaradır. Bu gün fəlakət sonrasında geoloqlar işləyəcək, onları ərazini tətbiq edərək mövcud vəziyyəti qiymətləndirəcəklər. Paralel olaraq Saydarı kəndi yaxınlığındakı zədələnmiş körpünün bərpası işləri davam etdiriləcək. Güclü Gürcüstan Lelo partiyasının baş katibi İrakli Kupradze partiya liderləri Pikriye Çixradze və Otoparulava ilə birgə Kaxeti bölgəsində Siğnağı bələdiyyəsinin həmsərhəd Erisimedi kəndində olub. Burada yerli sakinlərlə görüşərək onların problemləri ilə tanış olub. Partiya nümayəndələrinin sözlərinə görə kənd sakinləri gündəlik həyatlarının əsas çətinliyini çayın daşması olduğunu bildiriblər. Çay hər güclü yağışdan sonra məcrasından çıxaraq kəndin yeganə birləşdirici yoluna zərər vurur. Yaşayış evlərini və həyətləri su basır. Lelo üzvlərinin izah etdiyinə görə bu problemlər illərdir davam edir. Lakin dövlət tərəfindən bu günədək effektiv və uzun müddətli profilaktik tədbir görülməyib. Daxili İşlər Nazirliyinin əməkdaşları qrup halında xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz əldə edilməsi, saxlanılması və satılmasına şərait yaratma ittihamı ilə 2 əcnəbi vətəndaşı saxlayıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları Tbilisidə təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşadıkları mənzildə apardıqları axtarış nəticəsində sübut kimi xüsusilə külli miqdarda narkotik, o cümlədən satış üçün qablaşdırılmış 331 böküm marixuana narkotik vasitəsi aşkar edərək götürüblər. Bu cinayət əməli 20 ilədək və ya ömürlük azaldıqla mərhum etmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 102 əcnəbi vətəndaşı Gürcüstandan çıxarıblar. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılan şəxslərə Gürcüstana giriş qadağası qoyulub.
Bu gün Tel Aviv rayon məhkəməsində Georgi Çığladze barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Təqsirlənilən şəxs 5 min lari məbləğində girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, bir neçə gün əvvəl Kaxetidəki otellərdən birində toy mərasimi zamanı insident baş verib. Georgi Çığladze bir qadına xəsarət yetirib və bu səbəbdən saxlanılıb. Şahidlərin verdiyi məlumata görə əcnəbi vətəndaşlar otel otağının balkonundan toydakı şəxsləri təhqir edib və avadanlıqların üzərinə su töküblər. Bundan sonra təqsirləndirilən şəxs əcnəbi qadına fiziki xəsarət yetirib. İstintaq Cinayət Məcəlləsinin sağlamlığa qəsdən yüngül xəsarət yetirməsini nəzərdə tutan 120-ci maddəsi ilə başlayıb. Bu əməl 3 ilədək müddətində azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. İşin prokurorunun bildirdiyinə görə istintaq bütün istiqamətlərdə aparılır. O cümlədən qadınların əməlində cinayət tərkibi müəyyən edilərsə müvafiq hüquqi reaksiya veriləcək. Atlantik Şurası 2026-cı il üçün azadlıq və rifah indekslərini dərc edib. Azadlıq indeksinə görə Gürcüstan orta dərəcəli azadlığa, rifah indeksinə görə isə orta dərəcəli rifaha malik ölkə statusundadır. Məlumatlara əsasən Gürcüstan dünyada uzunmüddətli inkişafa nail olan ölkələr sırasındadır. 2012-ci ildən bəri Gürcüstan rifah reytinqində mövqeyini 21 pillə yaxşılaşdırıb və dünya reytinqində bütün Avropa İttifaqına namizəd ölkələri, həmçinin Avropa İttifaqı və NATO üzvü olan 5 dövləti Bolqarıstan, Türkiyə, Albaniya, Şimali Makedoniya və Monteneqronu qabaqlayır. Hakim komanda Gürcüstanın beynəlxalq reytinqlərdəki mövqeylərini effektiv siyasi qərarlarla əlaqələndirir.